Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məkkəni fəth edərkən, bilirsiniz, vaxtilə Məkkəlilər, Qureyş müşrikləri xüsusilə Allah Rasulü sallallahu aleyhi və səlləmə və onun timsalında bütün müsəlmanları çox əzab-əziyyət edirdilər. Müsəlmanlar Mədinəyə hicrət edir Məkkədən, daha sonra yenidən Məkkə fəth edildiyi zaman vaxtilə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə əzab-əziyyət verən, işgəncə verən o şəxslər Kəbənin ətrafında yığışıb, toplaşıb Hz. Muhammed sallallahu aleyhi və səlləmin onlara nə cəza verəcəklərini gözləyirdilər. Təsəvvür edin. Bütün vaxtilə müşriklər Məkkə dövründə Peyğəmbərimizə işgəncə verən, əzab-əziyyət verən həmin o müşriklər Kəbənin ətrafında yığışıb Hz. Muhammed sallallahu aleyhi və səlləmin onlara nə cəza verəcəklərini gözləyirlər. Və Allah Rasulü sallallahu aleyhi və səlləm ortaya çıxır və həmin o şəxslərə bu xutbəni verir. Bilirəm, hal-hazırda mənim sizə nə cəza verəcəyimi gözləyirsiniz. Çünki siz öz günahınızı, xətanızı bilirsiniz. Vaxtilə mənə çox əzab-əziyyət işgəncələr vermişsiniz Məkkə dövründə. Amma bugün mənim sizə qarşı olan münasibətim Hz. Yusuf əleyhissalamın öz qardaşlarına qarşı olan münasibəti kimi olacaqdır. Ki, vaxtilə Yusuf əleyhissalam da qardaşlarını bağışladı. Mən də sizi bağışlayıram. Mən də sizi bağışlayıram, azadsınız. Və burada istəsəydi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həmin o Qureyş müşriklərini hamısından intiqam alardı. Hamısını qılıncdan keçirərdi. Bunun üçün imkan və şərait var idi, güc də var idi. Amma Allah Rasulü sallallahu aleyhi və səlləm bağışlanma yolunu tutur. Hamısını bağışlayır. Və onun nəticəsində bir müddət sonra onların hamısı könüllü şəkildə İslamı qəbul edir, müsəlman olur. Ayəni Yusuf əleyhissalamın qardaşlarına dediyi ayəni xatırlamaq istəyirəm. Yusuf əleyhissalam qardaşlarına buyurur ki, ayədə Allah sizi bağışlasın. Yəğfirullahu ləkum ifadəsini xüsusilə diqqətinizi çəkmək istəyirəm. Allah sizi bağışlasın deyir. Yusuf əleyhissalamın qardaşları vaxtilə Yusuf əleyhissalamı quyuya atan, onu öldürmək istəyən şəxslər idi. Amma Yusuf əleyhissalam onlara nə deyir? Allah sizi bağışlasın. Allah-u ələm böyük ehtimal ki, bugün bizim dilimizdə olan bu ifadə bəlkə o kökü o ayəyə dayanır. Bugün biz də öz aramızda Allah bağışlasın deyə bir-birimizə bu ifadəni işlədirik. Çox gözəl bir ifadədir. Bu ayədə də Yusuf əleyhissalamın dili ilə uca Allah buyurur. Yəğfirullahu ləkum. Allah sizi bağışlasın.